Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin rəhbərliyi beynəlxalq yük daşımaları sahəsini daimi diqqət mərkəzində saxlayır. Beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin peşəkarlıq səriştəsinə dair hazırlıq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2024-cü il tarixli 335 sayılı qərarı əsasında təşkil edilib həyata keçirilir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin rəhbərliyi beynəlxalq yük daşımaları sahəsini daimi diqqət mərkəzində saxlayır. Bu məqsədlə milli daşıyıcılarla tez-tez görüşlər təşkil edilib keçirilir. Görüşlər zamanı milli daşıyıcılar tərəfindən qaldırılmış məsələlər, bu sahədə mövcud olan problemlər müzakirə edilərək həll edilir. Son görüşlərdən birində milli daşıyıcılar tərəfindən qaldırılan problemli məsələlərdən biri də bu sahədə sürücülərə ehtiyacın artdığı, nəqliyyat vasitələrinə servis və təmir işlərini həyata keçirən mütəxəssislərin çatışmazlığı məsələsi müzakirə edilmişdir. Mövcud problemlərin həlli məqsədi ilə AYNA rəhbərliyi tərəfindən müvafiq tədbirlərin keçirilməsi üzrə göstərişlər verilmişdir. Onlardan biri də 2026-cı ildə 5000 sürücü kadrlarının hazırlanması üzrə layihənin həyata keçirilməsidir. Bu layihənin həyata keçirilməsi çərçivəsində artıq müvafiq işlər görülmüşdür. Belə ki, ilin əvvəlindən 75 nəfər bu təlimlərdə iştirak etmək üçün müraciət etmişdir. Müraciət edənlərdən 38 nəfəri artıq təlimi bitirmişdir. 18 nəfərdən ibarət olan bir qrupla təlim davam etdirilir. Digərləri isə o cümlədən də müraciət etməkdə olan şəxslər də bu yaxınlarda təlimdə iştiraka dəvət olunacaqlar. Təlimlərlə bağlı vacib məsələlərdən biri də təlimə görə edilən ödənişin məbləğinin azaldılmasıdır. Əvvəllər bu məbləğ 266 manat təşkil edirdisə, hal-hazırda sürücülər 50 manat ödəməklə bu təlimlərə qoşularaq iştirak edə bilərlər. Beynəlxalq yük daşımasını həyata keçirən sürücülərin peşəkarlıq səriştəsinin artırılması Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Təlim-Tədris Departamentində həyata keçirilir və burada sürücülərin hüquqları, onların və beynəlxalq yük daşıması zamanı vəzifə öhdəlikləri, beynəlxalq yük daşıması haqqında əmtəə nəqliyyat qaydasının tərtib edilməsi, gömrük proseduralarının həyata keçirilməsi, vizaların rəsmiləşdirilməsi, eyni zamanda iş tibbi yardım, beynəlxalq yük daşımasının həyata keçirilməsində Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiyalar, müqavilələr, sazişlər, onların əhəmiyyəti barəsində sürücülərə geniş məlumatlar aşılanır. Bəli, təlimi bəyəndik. Müəllimlərimiz çox savadlı müəllimdirlər. Onlar həm nəzəri, həm praktiki təcrübələrlə bizlə bölüşürlər. Biz də ümid edirik ki, gələcək fəaliyyətimizdə inşallah bunların bizə əhəmiyyətli dərəcədə kömək olacaq. Bəli, təlim bəyəndim, çox gözəl. Yəni təcrübəmizi artırdıq. Gözəl savadlı müəllimlərimiz var. SME necə işləmək lazımdır, beynəlxalq yük daşımada necə iştirak etmək lazımdır, hər bir şeyi yəni tam şəkildə öyrəndik. Biri var bu praktika keçəsi, biri də var ki bunu dərsliyində olası da tam. Mən daxili yük daşımada iştirak edirəm hal-hazırda. Beynəlxalq yük daşımada iştirak etməmişəm. İnşallah onun üçün gəlmişəm bura beynəlxalq sertifikatımı alandan sonra beynəlxalq yük daşımada iştirak edəcəm.